Çoxmənzilli yaşayış binalarının altında bir çox obyektlərin fəaliyyətinə qanunla icazə verilməsə də Nizami rayonunda bu qayda gözlənilmir. Bir xəbər media bizim əsr.com-a istinadən xəbər verir ki, Nizami rayonu Qaraqarayev prospekti 8 ünvanında yaşayan sakinlər bildirir ki, binanın altında obyekt fəaliyyətə başlayır. Sakinlərin sözlərinə görə bina obyektə çevrilib. Bu məqsədlə binaya əlavə artırma da edilib və dəmir konstruksiyadan ibarət pilləkən də qoyulub. Sakinlər bildirir ki, bina qəzalıdır və belə artırmalar binanı daha da təhlükəli hala gətirir. Dəfələrlə zəng edib bildirmişik ki, bina qəzalıdır, bina çökür. İcra başçısı vecinə də almadı. Vətəndaşlar onsuz da təhlükəli halda olan binada belə əlavələrin tezliklə qarşısının alınması üçün tədbir görülməsini istəyir. Qeyd edək ki, Nizami rayon İcra Hakimiyyətinin başçısı Cəbrayılov Coşqun Adiloğlu da o 2022-ci ildən bu vəzifəni icra edir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.